Neymişsin sen? Neymişsin? Neymişsin? Eşitmişsen ne derim? Neymişsin? Sakin ol. Sen ne işin vardı benim başımın üstünde? Sakin ol kanlar. Senden sorsun. Sen ne işin vardı benim? Seninle işim yoktu. Çekil. Sen ne işin vardı benim boğazımda ha? El neredeydi senin? Yatmış yerde öldürmek istiyordum beni. Değilim seninle işim yoktu. Medalyona bakırdım. Medalyonda senin ne işin var? Onların gözleri. Hesaplaştırın. Senin medalyonla ne işin var? Senin medalyonunla ne? Ben yakışıyorum. Şunlara göre benim üstüme kıştım. Küçük seni bu ülkünde. Akmağım bir akmak. İt oğlu it. Bezdirdin sen beni. Zehlem gelir senden. Senin küçüklerinden de hamınızı öldüreceğim. Ne yiyeceksin bana? Elime kırsam. Rem Gedey Şoşka da buradadır. Buyur Şoşkala. Eclaf! Beni çektir! Ah! Ah! Ah!
Qızlar, şəhərə gedirik. Zülfiyə, bəs Yox, mən evə gedirəm, işlərim var. Özün ver, sağ ol. Sağ ol. Sağ ol. İki dənə qoğal verərdin. Buyurun. Çox sağ ol. Hoş olsun. Sağ ol. Nədir? Ay canana. Yaxşıyam. Ha, evdəyəm. Narahat olma, almışam, yeyirəm. Sən açan gəlsən. Ha, yaxşı. Elə də həmişə kimi. Yaxşı. Sağ ol ana. Rafi. Sana ne oğlum? Niye böyle oturmuşsun? Yəqin ayağı yolundan təzə gəlib. Sağ ol reis.
Ayağa dur görüm. Gözlerin niye kızarıp? Ağlamısan ha? Hə, ağlamışam. Ev, uşaqlar yadıma düşdü. Nə də olmaz be, hə? Yaxşı. Ne kadar istiyorsan ağla. Svetven oğlum. Kim çarptı? Heç kim çarpmayıb. Ayağım sürüşüb, mıxçızıb. Bəs buranı kim kızardı? Heç kim. Qaşımışam. Yoksa seni kişilerin sırasından çıkardılar mı? Üç günden sonra ceza müddetin kurtarır. Özümü saklayabilmedim. Xanlar belə iş görmez. De görüm ne galet eləmişsən. Reis, Rafik bir balaca xətaya yol vermişdi. Uşaqlar da qanunlarımıza göre ondan məzələndiler. Məncə şikayət yoxdur. Rafik, senin kimdense incikliğin, şikayetin var. Yox, heç kimdən şikayətim yoxdur. Yaxşı fikirləş. Danış. Kimi desen cezalandıraram. Reis, dedim ki, heç kimdən şikayətim yoxdur. Ama düşünürüm, eğer seni xanlar cezalandırıbsa demeli ciddi bir sebep olur. Sen de şikayet etmekte özünü haklı hesap etmirsən. Bilirsən de niye? Bilirəm. Daha ciddi ceza almayayım diye. Sen hem çok ağıllısan hem de çok ahmak. Reis, boş şeye göre vaktinizi havaya girmeyin. Rafik 3 günden sonra çıkar azatlığa, her şeyi unutar. Her şeyi unutacağım. Ama tekçe bu geceden başka. Onu da gözle. Bir neçə ildən sonra mən çıxarım, hesablaşarıq. Ama gözləməli olacaqsan. Yaxşı. Səs-küy çalmayın. Yoxsa mən kimisə cəzalandıra bilərəm. Bax Ülviyə, bu paltalar hamısı sənin şirkətdə işlədiyin qızlar üçündür, əladır. Buna uyğun qəşəng ayaqqabılar da var, çantalar da var. Götür apar göstər, onlar üçün biraz pul qazan da səndə. Yox, Vəfa xan, bunlar baha deyirsən. Biraz aşağı ver ki, mən də sata bilim də. Sən elə bilsən, mən bunları ucuz alıram. Mən bunları gətirinə qədər mənimki mənə gəlir. Elə mənimki də mənə gəlir də, valla. Onları daşıyınca həm qollarım qırılır, həm ayaqlarım. Ay sənə qurban. Sən səhər gedirsən banyoya, banyodan çıxırsan günorta gedirsən salona. Həftədə bir dəfə gəlib mənim evimi yığışdırırsan da, bəs salamda. Əlimdə ağır yüklə, hə? Ay balam, bir qız kömək eləsin də sənə də. Yox, bax, qurbanım sən, qızın adını çəkmə. O bilmir bu işlərmi. İstəmirəm mənim həyatım yaşasın. Cavan oldum, inandım, sevdim. De, indi alta çəkirəm. Zülfiyə yazıqdır. İstəyirəm oxusun, müəllim olsun. Özüm o da közə vururam ki, heç olmasa biraz pul qazanım, ac qalmayaq.
Onu kursa yazdıram. Üniversitede girsin. Bax biz elə belə ərə, evlada kömək eləyirik. Axırda qədrimiz, qiymətimiz də yoxdur. Elə demə. Mənim qızım elə deyil. O, nə verirəm yer, nə alıram giyinir. Artıq məndən heç nə istəmir. Bircə universitetə girdiyini, təmiz adına gəlin köçdüyünü, gözəl ailəsini görsəydim ölməzdim. İndiki ağlarımda hamısı ötüb keçərdi. Yaxşı dayı, gəl baxım görüm bu mallardan hansını biraz ucuz verərəm sənə aparım. Neynim dayı? Bax da gör neynirsən. Reis, seninle danışmak istiyorum. Nədir, yoxsa şikayət eləyəcəksən? Yok, şikayetim yoktu. Xahiş eləmək istəyirəm. De, eşidirəm. Məni başqa yerə keçir. 2 gündən sonra çıxırsan. Nəyə lazımdır bu yer dəyişmə? Xanları görməyə gözüm yoxdur. Heyfimi onun boynundakı medalyonda olan uşaqları söyməklə çıxmaq istədim. Tutuşduq. O da məni bıçaqla çərtdi. Torbada pişiyi var ki. Deməli səni azadlığa çıxmamış sındırıblar. Kimlər səni bağla salıb? Reis, boynuma alıram. Belə bir iş olub. Amma mən heç kimi satmaq istəmirəm. Xahiş eləyirəm, məni başqa yerə keçirin. Bir şərtlə kömək eləyirəm. Səni bu hala salan adamların adlarını deyirsən bir-bir. Reis, xanlarla münasibətimi ona görə dedim ki, mənim heç bir günahım yoxdur. Xahiş eləyirəm, məni başqa baraka keçir. Xanlar dustaqlar arasında nüfuzludur. Qorxudanmı, nədənmi ona hörmət eləyirlər. Elə biz də ona hörmət eləyirik. Amma başqa səbəbdən. O bizə dəstədə, barakda, iş zamanı qayda qanun yaratmaqda, daxili rejimi təmin etməkdə bizə kömək eləyir. Amma bu demək deyil ki, o dustaqlardan istədiyi rəftar eləyə bilər. Onun ipini əldən bırakmaq olmaz. Deməli səni döydürən xanlar olub, hə? Mən heç kimi satmaq istəmirəm, reis. Xahiş eləyirəm. Məni başqa baraka keçirin. Gedək. Reis, xahiş eləyirəm. Gedək, gəl dalımca. Oyun çaparsın kardeş. Kanlar! Kanlar! Eşidirəm reis. Sana hürmetim vardı yaşına sakalına göre. Ama sen Ercilov hem de hürmete layık olmayan bir adamsan. Yerdim laf böyle heyvansan. Bir medalyon nedir ki? Rafik'in başına bu oyunu getirimsen. Bu sade medalyondur reis. Kes! Bağışlayın. Səhv eləmişik. Bilin! Hiç kim günahına göre cezadan kırakta kalmayacak. La böyle kanlar da. Sen cezalanmalısın. Barışın. Sən mənim uşaqlarımı naq yerə təhqir elədin. Amma hər halda bağışla. Bağışlayıram. Ben de günahkarım, sen beni bağışla. Tamaşa bitti. Dağılışın. Süller barıştı. Mehriban olun. Mehriban olmayıb nə edəcəyik reis? Olsa talih bizim hamımızı yıxıb bir damın altına. Xanlar.
Sənə iş tapşırıram. Onu mühafizələ. Bu söz buradakilerin hamısına aittir. Hiç kim cezadan kenarda kalmayacak. İlla ki burada. Çalışın azadlığa çıxmaq vaxtınızı uzatmayasınız. Ben neye destan içerim? Ben hiçbir günahım yoktu. Ben hiç kimse... Ben hiç kimse atmamışım. Benim günahım yoktu. Dede sen narahat olma. Bunun işini özümüz görürük. Ama her şeyi özü bilirdi. Vallahi billahi benim günahım yoktu. Malı göreyim. Pulu göster. Evvel mal. Ne de deyəsən qorxudan yaman dərrəmisən ha. Bu kinolardakı səhnələr yadıma düşdü. Silah filan. Mən elə şeyləri düşünsəydim, çoxdan oturub quru maaşa baxardım. Burada ne işim var idi? Yaxşı yaşayış riski sevir. Gələn dəfə malı bunlar gətirəcəklər. Qara brilyant. Ay kızım, ben gittim.
Sen niye böyle tez gelirsen işe? Müdüriyet belə tələb eləyir qızım. Hiç olmasa çay içerdin. Yox, yox, mən tələsirəm. İşdə içərəm. Yaxşı? Yaxşı, yaxşı yok. Gəl qapını bağla. Sağ ol. Sağ ol. Kardeş, ben gelirim. Her şey teşkil edeceğim, rahat olmayın ha. Devam be. Sen niye kalkmışsın? Çok ağrıyorum. Elə bilib bütün sümüklərim sınıq-sınıq. Soğulamışsın. Sen yaxşı bilirsən ki, soyuqlamamış. Esnaf var. Sen dözümlüsən, döz. Bizim kanunları pozma. Şirnovun xanlarının anlaması bir oyun idi. Eyvan! Sayıram yoksa. Redd ol yemekhaneye. Qalxa bilmirəm bey. Tez ol kalk ayağa. Bütün bədənim ağrıyır bey. Seni bu hala salan kimlerdi? Adların da tez ol. İnsafın olsun. Sözü fırlatma. Cevap ver. Kimlerdi seni bu hala salan? Gözlərim bağlıydı, heç kimi görə bilmədim. Bir də mən heç kimdən şikayətçi deyiləm. Yalvarırım. Rica edirəm. Qoy dincəlin.
Ne vaxtsa Zülfü hansı işlərdən çıxdığımı biləcək. Bilsin də oğurluq eləmirəm ki. Rafik, ben olanları unutmaya çalışıyorum. Sen de unut. Nece deyirler, özü yıkılan ağlamaz. Xalar sən düz deyirsən. Günah məndə oldu. Onsuz da sabah birisi gün vidalaşırıq. Ne kadar ki sağ salamatıq, harda olsa, nece olsa, bak tesadüfen de olsa görüşeceğiz. Çalış bir de hataya yol verme. İnşallah azadlıqda görüşərik. Uşaqlar. Uşaqlar. Daha Rafiqlə işimiz olmasın. Afət, mən də sənin kimi universitetə qəbul ola bilsəydim, dərdim olmazdı. Girərsən də nə olub? Niyə darıxdırırsan özün ki? Maşallah ağıllı qızsın. Axır vaxtlar fikirlisən, nə olub sənə? Necə fikirli olmayayım? Atamın adı var, özü yox. Nə üzünü görmüşəm, nə də şəklini. Qohum əqraba desən soyuq. Anam da səhər çıxır, gecə gəlir işdən. Tez də gələndə ev işlərinə başını qatır. Heç danışılası deyil. Nə bacım var, nə də qardaşım ki, dərdimi bölüşüm onlarla. Kompüterim, internetim də yoxdur ki, başımı qatım. Hər gün məktəbə get, oradan çıx evə gəl. Başı o kitabla, televizorla qat. Qısacası bayquş gəz dolan. Nə olsun, nə? Mənim anam da, atam da, qardaşım da, bacım da var. Amma əri öz işində. Əri də getdim. Ərsiz, uşaqsız qaldım. Demək belə yazılıbmış. Niyə elə deyirsən? Cavansan hələ. İkinci dəfə də ailə həyatı qura bilərsən. Hər qadın ikinci dəfəyə gedə bilmir axı. Mənə bir kənara qoy. Götürək səni mənə. Anam deyir ki, Ülviyə xala səni doğanda 20-21 yaşlarında olub. Atan da heç hər gün evə gəlmirmiş. Sonra da həmişəlik yoxa çıxıb. Yazıq aman səni çətinliklə böyüdüb. Nə əməlli başda ər üzü görür, nə ər çörəyi. Elə sənin körpəliyindən indiyə kimi də çətin həyat yaşayır. Amma elə belə çox qadın ikinci dəfəyə getməyə heç ağlına da belə gətirmir. İnan ki, mən də ağlıma gətirmirəm. Yaxşı ki, getməyib. Elə bilirsən asandır. Xüsusən də bizim kimlər üçün. Düz deyil. Dost var, tanış var, qohum əqrəbə. Danışıram, gedirəm, gəlirəm. Günlərim belə keçir. Bilirsən nə var? Bir şey bilirəm ki, Allah hər yerə bir qismət payı yazır. Hər şeyi bir adıma vermir. Birinə verir, birini yox. Amma valla, o çarəsiz adamlara baxanda deyirəm ki, bizə min şükür. Düzdür. Amma mən də bir şeyə şükür edirəm ki, sənin kimi bir qonşum var. Sənin yanında özümü çox rahat hiss edirəm. Elə mən də.
yemək yemirsən? Uşaqların aşağıda yemişəm. Hələ acımamışam. Ana nəysə olub? Gözümə bir təhər görünür. Yenə fikirlisən. Sənə elə gəlir. Hər şey qaydasındadır. Atam dünən yenə gec gəldi. Sən elə şeylərə fikir vermə. Deyir, pul qazanıram. Mən bu cür həyata alışmışam. Mənim üçün siz varsınız, bəsimdir. Firuzə nənə gildə qalacaq. Ana, başa düşürəm. Atamla sənə çətindir. Amma bil ki, mən hər zaman sənin tərəfindəyəm. Atam bu gecə də yenə gec gələcək. Ana, xanlar gözə dəymir. Nə bilim yalan doğru telefonla danışmağa gedib. Sən bu adam yeğənlərin yanında yaşamağa baxmayaraq, özü qoruyub saxlamısan. Rafi bəy mənim kefimdəndir. Sən o adamı yaxşı tanımırsan. Bilmirsən nələrə qadirdir. Buradakı bütün nəzarətçilər də hamısı onun adamıdır. Birini qorxu altında saxlayır. Birini də yaxşı əməllərinə görə rəisə bağışlatdırır. O gün onlar məni döyəndə, sən onların iyrənc əməllərinə baş qoşmadın. Sağ ol. Bilirsən, mən bir-iki günə çıxıram. Özdə Bakıda yaşayıram. Əgər ailənə çatdıracaq sözün zadın varsa, çəkinmə deyə çatdıraram. Bilirsən, mən bura düşəndən sonra oğlum oldu. Allah sağ olasın. Heç üzünü də görə bilməmişəm. Şəhərləndim. 3 ildə cəzamı aldım. Amma anasına çox yazdım gəlir. Sən istəyirsən adresi ver, mən buradan çıxandan sonra sənin xəbəri ona çatdıraram. Bəşir Səfəroğlu küçəsində həyət evləndə olduq. Qəssab Arzumanı kimdən soruşsan, atamdır. Arzuman. Evi göstərəcəklər sənə. Bir də ki, o oğlumu bağrı basıb deyərsən ki, atan Ənvər bu yaxınlarda cəzasını bitirir, azadlığa çıxır. Bir də bunu yoldaşıma çatdırarsan. Bravo. Bəs o orada yaşayır. Kim o? Ailəsi var. Hə, o Mirzə yaxşı tanıyır. Mirzə? Mirzənin keçən il cəzası bitib buraxdılar. Amma sən o dediyin adam çox qapalı adamdır. Nə ailəsindən danışar, nə öz haqqında. Nəyə görə tutulur? Bir tikinti şirkətində işləyib. Bir evdə bir neçə adama satıb, pullarını hara yoxa çıxardıb, tapa bilməyirlər. Neçə ilə çıxır? Mən biləni bir ikili qalıb. Bura bax, o medalyondakı şəkillər onun əvələri deyil. Yəqin elə olar. Amma uşaqlar böyük olmalıdır. Bəs Mirzə harada yaşayır? Mirzə bizdən bir tün yuxarıda. Hadi, gəlir. Bir zibil qaynacı. Ya da ki, mənə satıblar. Salam kızım. Salam, xoş gəldin. Sağ ol. Necəsən? Yaxşı. Sən necəsən? Yaxşıyam. Yorulmuşsan ha. Ay demə. Heç olmasa Kitab biraz oxuyurdum. az işlədim. Ha. Anam bizə sənin üçün alır. Nə? Bir dəqiqə. Telefon.
Nə yaxşı dedi, telefonum oldu. Al. Bilirəm. O köhnə telefonunu çantandan çıxartanda həmişə utanırdım. Onun vaxtı çoxdan keçib bala. Amma ana, bunu necə aldın? Bizimki o qədər pulumuz yox idi. Vəfa xanımın idi. Ağzından qaçırtdı ki, bəs telefonu ucuz qiymətə satmaq istəyir. Mən də aldım. Qazancımdan yavaş-yavaş verirəm gedər. Heç nə demirəm, bir onu deyə bilərəm, sənə layiq olmağa çalışacağam. Aida xanım. Sən dedin, mən də qulaq asdım. Amma sözlərimi qəbul eləmirəm. Sən bundan sonra da mən nə vaxt desəm, o vaxtda burada olacaqsan. Çünki sən istəyənlər çoxdur. İncəlik səndə, gözəllik səndə, bədən, Allah verib də, deyib get dolan. Allah elə deməyib. Bu iş günahdır. Günahdır? İndi yadıma düşdü. Aylardır gəlib gedirsən, həm kef çəkirsən, yaxşı pul qazanırsan. İndi günah oldu? Hə? Yarı yoldan qayıtmaq istəyirəm. Buna bax ay qız. Yoxsa ərə getmək istəyirsən? Qulluqçuluq eləməyə? Yoxsa çirkli corab yumağa? Ərə getmək istəyirsən, gedərsən də. Amma indi yox. İndi tezdir. Neçə yaşın var? 19. Hələ qabaqda 10-15 ilin var. Gedərsən də bir uşaq da doğarsan. Dedim ki, yox. Vəsiqəmi verin, çıxım gedim. Vəsiqəni? Heç elə şey yoxdur. Sənin üçün Moskvadan sifariş var. Buradakiləri elə razı salmışsan ki, səsini o tərəflərə də yayılıb. Bilirsən bir gecəyə nə qədər verirlər? Buradakindən 10-15 qat artıq. Gəl belə danışaq. Get gəl, ondan sonra oturaq danışaq. Hə? Yaxşı? Siz necə qadınsınız? Ehtiyacım var idi, düşdüm toruna. Daha bəsdir. Bura baxaz. Qarnımın qurultusu keçib ha deyəsən. Hara getsən, kimə getsən. Elə bilirsən bir gün sirrin üstü açılmayacaq, hə? Yoxsa özünü qız uşağı hesab eləyirsən. Allaha and olsun. Hansı cəhənnəmə də getsən, sənin taparam yanındakı o ərciyəzvi deyərəm ki, bilirsən bu gözəlçə kimdir? Nə deyərsən az onda, hə? Nə deyərsən onda? Bilirsən nə deyərəm? Hə? Puh! Bilirsən səni nə eləyərəm? Səni bilirsən nə eləyərəm? Öldü deyəsən. Hay Allah. Cəhənnəm ölsün.
Raya xanım. Raya xanım. Ne olub? Məni burax onu. Onu tutub Giriş bura boss'u gətir. cevap ver, giriş boss'u. Giriş boşda işləyir. O kızı tutun. Oldu başa düşdüm. Dayan indi. Gör sənin başını oynatacağım. Dayan! Kaçma! Dur diyeyim sana! Dur! Kaçma dayan!